Hello, dear children. Salam, əziz uşaqlar. Unit 1, Lesson 3. Birinci bölüm, 3-cü dərs. Exercise 1 on page 14. Tapşırıq 1, səhifə 14. Listen and repeat. Dinləyin və təkrar edin. Uşaqlar, gəlin hekayəni oxuyaq və tərcümə edək. The happy kite. Xoşbəxt çərpələng. I am Twig. Mən Twigəm. This is my sister, Daisy. Bu mənim bacım Daisy'dir. Look, Daisy, a kite. Bax, Daisy, çərpələng. This is my brother, Ruth. Bu mənim qardaşım Ruth'dur. Hey, Ruth, look, a kite. Ey, Ruth, bax, çərpələng. Hello, mom and dad. Salam, ana və ata. Hello, grandma and grandpa. Salam, nənə və baba. This is my kite. Bu mənim çərpələngimdir. Goodbye. Sağ olun. Listen and repeat. Dinlə və təkrar et. The happy kite. I'm Twig. This is my sister Daisy. Look, Daisy, a kite. This is my brother Root. Hey, Root, look, a kite. Hello, Mom and Dad. Hello, Grandma and Grandpa. This is my kite. Goodbye. Exercise 2, tapşırıq 2. On page 15, səhifə 15. Uşaqlar, tapşırıq 2-də də The Happy Kite hekayəsini təkrar dinləmək verilmişdir. Exercise 3, tapşırıq 3. Guess letters, hərfləri təxmin edin. Say the words, sözləri deyin. Show the family members, ailə üzvlərini göstərin. Uşaqlar, bu tapşırıqda biz boş buraxılmış hərflərin yerinə hərfləri yazmalıyıq, sözləri deməliyik və şəkildə ailə üzvlərini göstərməliyik. İlk sözümüz sister sözüdür. Sister sözü nümunə olaraq verilib. Sister bacı deməkdir. Keçək ikinci sözümüzə. İkinci sözümüz brother sözüdür. Yəni qardaş. Brother sözündə B hərfi buraxılıb. Üçüncü sözümüz mom sözüdür. Mom ana deməkdir. Bu sözdə M hərfi buraxılıb. Dördüncü sözümüz dad sözüdür. Dad ata deməkdir. Bu sözdə D hərfi buraxılıb. Beşinci sözümüz grandma. Grandma nənə deməkdir. Bu sözdə G hərfi buraxılıb. Sonuncu, altıncı sözümüz grandpa sözüdür. Grandpa baba deməkdir. Bu sözdə də G hərfi buraxılıb. Uşaqlar, 15-ci səhifənin yuxarısında 2 yeni hərfimiz var. Birinci yeni hərfimiz L hərfidir. L hərfi tələffüz zamanı L səsini verir. Məsələn, look. Look sözü bax deməkdir. İkinci yeni hərfimiz I hərfidir. Tələffüz zamanı bu hərf I səsini verir. Məsələn, is. Is dir xəbərli şəkilçisidir. Uşaqlar, sonrakı dərslərimizdə biz bu hərfin başqa səslə tələffüz olduğunu da öyrənəcəyik. İndi isə bu 2 yeni hərfin əl yazısını sizə təqdim edirəm.